Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və salatu və selamu ala nebiyyina Muhammedin və ala alihi və sahabetihi ecma'in. Rabbi şrah li sadri və yessir li emri və hlul uqdeten min lisani yefqahu qavli, amma ba'd. Möhtərəm müsəlmanlar, möhtərəm qardaşlar, keçən dərsimizdə Muharrar kitabının, Muhammed ibn Abdülhəd rahimehullahın Əhkamlar hədisi kitabının bəzi hədislərini götürdük və bugün davam edəcəyik. Növbəti hədisdə isə Əbu Hüreyra radiyallahu anhudan gələn rivayətdə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki: "La yabulan ahadukum fil ma'id daimi." Sizdən biriniz daimi olan, axar olmayan suya ayağına çıxmasın. Yəni siryə çıxmasın. "Ellezî la yecri thumma yaghtasilu bihi." Və orada da qusl almasın. Və burada qusl qarşı iki şey şamil eləyir. Həm dəstəmaz, həm də qusl. Muhammed sallallahu əleyhi və səlləm qadağan elədi axar olmayan suya ayağına çıxmağı. Və burada diqqət yetirdinizsə qardaşlar, və Allah Resulü buyurdu ki, "Thumma yaghtasilu fihi." Başqa bir rivayətdə İmam Müslim rahimehullahın rivayət etdiyi hədisdə isə "Thumma yaghtasilu minhu." Və yaxud da ondan qusl almasın və dəstəmaz almasın. Muttafaqun aleyh. İki Sahih Buxari və Müslimdə hədis keçir. Diqqət yetirirsə Allah Resulü Muhammed sallallahu aleyhi və səlləm axar olmayan suya təharət eləməyi icazə görmədi və həmçinin də haram da eləmədi. Yəni kimsə axar olmayan suya ayağı yoluna getmək haram deyil. Amma sadəcə olaraq Peyğəmbər sallallahu aleyhi ve sellem axar olmayan bir suya ayağı yolu eləməyi və ayağı yolu olduqda olunan sudansa qusl almağı və dəstəmaz almağı qadağan elədi. Və başqa bir rivayətdə isə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki: "La yabulanna ahadukum fil ma'id daimi və la yaghtasilu fihi minel cenabə." Həmçinin Allah Resulü buyurur ki, sizdən biriniz axar olmayan suya ayağı yoluna getməsin və həmçinin də əgər ayağı yoluna gedilmiş o sudan da cənabətdən qusl almasın. Keçən dərsdə qardaşlar qeyd etdiyimiz kimi və həmən sözü bir daha təkrarlayıram. İbadətin hər hansısa bir növünün qeyd olunması başqa ibadətlərin hamısını içə cəm edir. Məsələn, diqqət yetirdinizsə iki hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm birinci hədisdə Allah Resulü buyurdu ki, "Thumma yaghtasilu fihi" qusl almaq. İkinci hədisdə isə Allah Resulü buyurdu ki, "Minel cenabət", yəni cənabətdən, kişinin qadının yanından ayrıldıqdan sonraki halı. Və bu onu göstərir ki, qardaşlar, təkcə cənabət, həmçinin bu dəstəmaz da aiddir. Çünki bu bir kəlmə, bir kəlam hər iki halı özünə birləşdirir. Və Allah Resulü Muhammed sallallahu əleyhi və səlləm buyurur ki, sizdən biriniz la yaghtasilu ahadukum fil ma'id daimi və huve junubun. Bu hədis zəifdir. Allah Resulü buyurur ki, sizdən biriniz bir davamiyyətli bir yerdə olan sudan cünub olduğu halda qusl almasın. Qarşınızda bütün hədislər hamısı bir silsilə gələcək, diqqətli olun. Allah Resulü buyurdu ki, sizdən biriniz cünub olduğu halda daimi axar olmayan sudan qusl almasın. Cünub olduğu halda qusl almasın, çimməsin orada. Bəs necə? İndi biraz şərait var. Əvvəllər yox idi axı, bir qabdan çimirdi hamı. Necə keçən dərsə dediyimiz kimi bəzi hədisləri özləri açıqlayır. Hətta ona şərh verilməsə də belə. Və növbəti hədisə baxanda biz görəcəyik ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin zövcələrindən olan Meymunə radiyallahu anhə Allah Resulü su verir. Allah Resulü'nün dəstəmaz alanda və Allah Resulü'na deyir ki, mən cünub idim. Və Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, "İnnel ma'a la yecnubu." Həqiqətən də su cünub olmur. Yəni su təmiz olaraq qalır. Diqqət yetirdinizsə qardaş, iki hədisin arasındakı ziddiyyət var. İlk hədisdə Allah Resulü Muhammed sallallahu aleyhi ve sellem buyurdu ki, "La yaghtasilu ahadukum fil ma'id daim və huve junub." Cünub olduğu halda bir yerdə olan sudan dəstəmaz almasın, qusl almasın, yəni cənabət quslunu almasın. Və bu hədisin ardınca gələn hədisdə isə Meymunə radiyallahu anhədən gələn hədisdə isə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, öz həyat yoldaşına sözünə rədd olaraq buyurur ki, "İnnel ma'a la yucnab." Hansı ki deyərdi ki, mən cünub olduğum sudan istifadə etmişəm, sən də ondan dəstəmaz alırsan və yaxud da qusl alırsan və Allah Resulü buyurur ki, su həqiqətən də cünub olmur. Yəni su öz təharətliyini, təmizliyini qoruyur, saxlayır. Və bu hədisi elə ilk oxuduğumuz əvvəlki hədisləri qaytaranda suna bax necəsit olur. Axar olmayan su yalnız qulleteyn, yəni qulleteyn həcmində, yəni 160 litr müasir dövrümüzlə ki, ona artıq nəcasət qarışsa, artıq onda nəcasət hökmündə düşür və ondan istifadə olunmur. Və
Növbəti hədisdə isə Əbu Hüreyrə radiyallahu anhudan gələn hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, Tuhuri ina ahadikum idha valğa fihi'l kalbu an yaghsilahu sab'a marratin ulahunna bit-turab. İmam Müslim rahimehullah rivayet edib. Əgər sizdən birinizin qabından, yediyi qabdan və ya içdiyi qabdan, əgər it yeyərsə və ya içərsə, onu 7 dəfə su ilə yusun, bir dəfə torpaqla yusun. Bu hədisə biraz toxunmaq istəyirəm, qardaşlar, uzun olaraq. Və diqqət yetirdinizsə, qardaşlar, 7 dəfə yumağı Allah Rasulü su ilə əmr elədi. Əgər bir qabdan itin yeməyi və içməyi şahid olunubsa, 7 dəfə su ilə yumağı və 7 dəfənin biri isə torpaqla yumağı əmr elədi Allah Rasulü. Bəzi alimlər burada deyiblər ki, onda 6 dəfə su ilə yumaq və bir dəfə torpaqla yumağa düşür. Bəziləri deyiblər ki, yox, 7 dəfə su ilə yumaq lazımdır, 8-ci dəfəsini isə torpaqla yumaq lazımdır. Və bu hədis haqqında bəzi mühəddislər, bəzi alimlər geniş toxunaraq buyurublar ki, itin ağzı nəcisdir. Çünki it halal olmayan heyvanlardandır. Məsələn, bəhimə ona aid deyil. Qoyun, quzu, keçi və s. Allahın yeməsini müsəlmanlara halal etdiyi heyvanlar ona aidiyyəti yoxdur. Və həmçinin nəinki it donuzdur aiddir. Haram olan heyvanlar. Ətinin yeyilməsi haram olan heyvanlar da bura aiddir, nəinki it. Və başqa bir rivayətdə isə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki: "İzə şəribel kəlbu fi ina'in ahadikum felyaghsilhu 7 marratin." Muttafaqun aleyh. Bu hədis səhihdir. Və Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, əgər it bir qabdan yeyərsə, bir qabdan içərsə, onu 7 dəfə yuyun. Və orada torpaqla yuyun sözü ləfsi gəlmədi, diqqət yetirirsə, qardaşlar. Bəzi alimlər bu hədisin şərhində deyərdilər ki, torpaqla yumaq ona görə deyilib ki, Allah Rasulü Muhammed sallallahu əleyhi və səlləm ona görə buyurur ki, torpaqla yumağı, çünki o vaxt indiki kimi olmayıb. Hətta Allah Rasulü bəzi hədislər var. Bilirsiniz ki, ayağı yolundan çıxanda, əgər böyük ayağı yolundan çıxarsa, əlini torpaqla yuyardı, əlini torpaqlayardı, sonra yuyardı, böyük ayağı yolundan çıxanda. Amma kiçik ayağı yolundan çıxanda isə yox. Sadəcə olaraq su ilə yuyardı Allah Rasulülərini. Və bəzi alimlər deyiblər ki, bu indiki dövrümüzdə isə ehtiyac yoxdur bunu bir dəfə torpağa və yaxud da 7 dəfə su ilə yumağa. Çünki indiki dövrümüzdəki bəzi olan qabiyan, dərmanlar və s. bu şeylər təmiz edir. Bu, sadəcə olaraq Peyğəmbər sallallahu aleyhi ve sellem bir müsəlmanı hansısa bir mikrobdan və ya hansısa bir xəstəlikdən qorumaq üçün deyildi ki, torpaqla yusun. Çünki hətta elm də bunu sübut edib ki, torpaqda bəzi şeylər var ki, həqiqətən bəzi mikrobları yürüb aparır. Hətta bəzi yerlərdə bu müasir dövrümüz olsa da belə istifadə olunur. Və burada, qardaşlar, bir hədisə toxunmaq istəyirəm. Və o hədisdə isə Peyğəmbər sallallahu aleyhi ve sellem pişiyi də qeyd edir. Allah Resulü buyurur ki, əgər it bir qabdan yeyərsə, o qabı 7 dəfə yuyun və biri torpaq olmaq şərtinə və bəzi bu oxuduğumuz ləfzdə isə torpaq sözü gəlmədi. Və Peyğəmbər sallallahu əleyhi və səlləm pişiyə əgər pişik yesə və izə vəlğat fihil hirratu, əgər ondan pişik yeyərsə, ğuslə mərrətən, bir dəfə yuyun, yəni su ilə bir dəfə yuyun. Və bu hədisin bu hissəsindən qaldıqda isə, qardaşlar, bu hissəsi zəifdir. Və buna deyirlər ki, mövquf hədisdir, yəni sahabədə qalıb. Sahabə Muhammed sallallahu əleyhi və səlləm bu söz dini rivayet eləməyib. Sahabə deyərdi ki, belə eləmək lazımdır. Amma Allah Rasulundan nisbət eləməzdilər sözü. Bu həsəli mövquf hədis. Yəni ki, hökm, hədis sahabədə qalıb. Və sahabədə qalınan hədis, yəni ki, sahabə Allah Rasuluna bu sözü nisbət etmirsə, o zaman baxılır. Bu hədis elmində bir qaydadır. O zaman baxılır. Əgər sahabənin sözü Allah Rasulü Muhammed sallallahu əleyhi və səlləmin sözünə müxalif deyilsə, sahabənin sözü götürülərdi. Əgər sahabənin sözü Muhammed sallallahu əleyhi və səlləmin sözünə müxalif idisə, sahabənin sözü də götürülərdi. Və pişiyin yediyi qabdan bir dəfə yumaq sözü isə sünnəyə müxalifdir. Çünki Allah Rasulunun əksinə gəlib. Və həmçinin də Əbu Qatadə radiyallahu anhu hicrətin 54-cü vəfat edib. Əbu Qatadə radiyallahu anhu öz gəlinin, yəni öz oğlunun həyat yoldaşının evində olanda bir qissəni, bir hadisəni görür. Və o hadisəni görəndə buyurur ki, pişik haqqında. Pişik həmən dəstəmaz alınan sudan içmişdi. Və Əbu Qatadə radiyallahu anhu Peyğəmbər sallallahu əleyhi və səlləm bu sözünü rivayet edir və deyərdi ki, "İnnəhə leysət binəcəs" və pişik nəcasət deyil. "İnnəmə hiyə minət-tavvafin aleykum əvit-tavvafət." O sizin ətrafınızda əksinə, o sizin ətrafınızda
Tavaf, yəni hətta Məkkədə də Allahın evini ətrafında şat eləmək, yəni dövr eləmək tavaf sayılır. Ətrafınızda dolananlardır. Və Peyğəmbər sallallahu diqqət yetirdirsə buyurdu ki, İnnəhə leysət binəcəs. Pişik və pişiyin yediyi nəcaset deyil. Və bu söz Peyğəmbər sallallahu aleyhi və səlləm bu sözü əvvəlki sözü Allah Rasuluna nisbət olunmadan sahabənin dediyi söz nədir? Hökmünü saldı. Çünki dediyimiz kimi sahabələrin sözü yalnızca Muhammed sallallahu aleyhi və səlləmin sözünə müvafiq, yəni uyğun gəldiyi halda götürülür. Və pişiyin isə yediyi qabdan əksinə, hətta bəzi hədislər rəvayət olunur ki, pişik yerdi qabdan, ondan da yerdilər. Amma sual çıxa bilər ki, ortaya, axı bayaq biz demişdik ki, əgər it yersə 7 dəfə yuyulur, çünki it haram heyvanlardan yemək olmaz. Məsələn, qoyun quzu yesə yeməkdə halaldır, çünki onlar ət halal olan heyvanların ağız suyu da halaldır. Bəs pişik haramdır axı. Bu pişiyə xasdır, bu pişiyə xasdır. Baxmayaraq ki, pişiyin özü də haramdır, ətini yemək, pişik əti yemək haram olduğu halda və pişiyin özünün yediyi vaxtda da nəyə görə halal olur? Çünki Allah Rasulü onu istisna elədi. Və Allah Rasulü Muhammed s.ə.v istisna etdikləri də artıq hökmlərə, ümumi hökmlərə aidiyyəti olmur. Necə ki, əvvəlki dərs mühazirənin əvvəlində buyurduğumuz kimi və qeyd etdiyimiz kimi, ümumi sözlər xüsusi sözlərin qarşısında zəifdir. Və Peyğəmbər s.ə.v xüsusilə də buyurdu ki, həqiqətən pişik nəcaset deyil. Və qardaşlar, bu babın sonunda Muhammed Rahiməhullah bir hədisə toxunur. Və bu babdan sonra Əl-Əniyə babına keçəcək inşallah. Və Ənəs radiyallahu anhu, Ənəs və Məlik radiyallahu anhu hicrətin 101-ci ildə və yaxud da bəzi rəvayətdə hicrətin 102-ci ilində dünyaya gəlib. Üzr istəyən vəfat edib daha doğrusu. Və Peyğəmbər s.ə.v-in ən gec olan sahabələrindən biridir Basrada. Basrada vəfat edib. Hicrətin 101 və bəzi rəvayətlərə hicrətin 102-ci ilində vəfat edib. Və o Peyğəmbər s.ə.v-dən olan, varid olan, İslamın ilk vaxtlarında olan hədisi rəvayət edir və deyərdi ki, bir ərəb, bədəvi ərəb məscidə gəlir və böylə deyir. Bilirsiniz bu qısanı, bu hədisi bilirsiniz. Allah Rasulü Muhammed s.ə.v ona nə deyir? Hətta o işini qutarana qədər onu tərklətdirir və hətta o işini qutarandan sonra Allah Rasulü nə deyir? Ora su tökün. Ora su tökməyə əmr eləyir. Və ora su tökəndən sonra Peyğəmbər s.ə.v nə deyir? Həmən yer nəcasətdən sayılmadı. Çünki insandakı insandan çıxan nəcasətdir. Və insandan çıxan nəzasəti yumaq üçün nə qədər su lazım oldu? Bir qab. Allah Rasulü deyir ki, bir qab tök gətirin və ora su tökün. Və bu hədisin və səhih hədisdir. Və bu hədisin qarşılığında sual ortaya çıxır. Əgər insanın nəzasəti əgər biraz su ilə, bir qab su ilə yuyulursa, bəs itin bir qabdan yiyirsə, it əgər bir qabdan yiyirsə, nəyə görə onu 7 dəfə yuyub, bir dəfə torpaqla yumaq lazımdır? Və bu şəriətin diqqətidir. Çünki şəriət insanların, müsəlmanların özlərini qoruması üçün onlara titiz davranıb. Çünki torpağa su hopacaq və gedəcək. Amma qabda ola bilsin ki, nəsə qalsın. Çünki itin ağzının nəzasəti ilə insandan çıxan bövlün nəzasəti indi insandakı lap ağırdır. Aydındır. Və sadəcə şəriətin bir müsəlmanı qorumasının dəlillərindəndir ki, hətta o qədər titiz davranıb ki, şəriətimiz bizə Muhammed s.ə.v-in bizə öyrədib ki, hətta orada hər hansısa bir nəfsə xoş gəlmən bir şey belə qalmasın. Və bu babın sonuna gəldik qardaşlar. Növbəti bablarda isə bir müsəlmanın yeməsi və içməsi və necə yeməlidir, necə içməlidir, bu hədislərə toxunacaq Muhammed ibn Hayd rahimehullah toxunacaq. Və qardaşlar, diqqət yetirirsinizsə, burada gələn hədislər hamısı müsəlmanın gündəlik həyatında olan hədislər, gündəlik həyatında olan şeylərdir. Və şəriət ən birinci nə islah eləməyə çalışır? Daimi olan ibadətləri. O ibadətlər ki, sən onlarla daim üzbəyizsən. Və ona görə də, necə ki, Allah Teala öz kitabında din, ayələr və əhkamlar necə gəldi? Məsələn, adi Əmmə yetəsəəlun, Nəbə cüzünə baxın, orada ilk nazil olan surələrdir. İlk nazil olan surələr. Orada Allah Teala müsəlmanlara, qullarına nə öyrədir? Yalnız qorxmağı, haramlardan çəkinməyi, ona tövhidi, ən çox tövhid ayələri. Və insanlarda tövhid bərkəndən sonra Allah Teala neynədir? Əhkam ayələrini. Əhkam ayələri müsəlmanlara, yəni Peyğəmbər s.ə.və vəhy etməyə başladı. Və həmçinin də necə ki Allah Subhanahu Taala'nın özünün
öz kitabını nazil etməyində bir üslubu var idisə və elmin əhli də Allah Subhanahu wa Taala'nın əhli olduğuna görə onlar da Allah Taala'nın öz üslubu ilə Allah Taala necə başlayardısa, onlar da elə başlayarlar. Fikir verdinizsə, öz kitablarına nə cihaddan, nə zəkatdan, nə həcdən, nə ümrədən başlamadılar. Hələ birinci müsəlmanın yeməsi, içməsi düzəlməlidir. Bir müsəlman yeməyinə, içməyinə, təharətinə, təmizliyinə bir fikir verməlidir ki, onun sonrası düzəlsin. Ona görə şəriət necə yanaşıb? Pillə-pillə, pillə-pillə. İlk az şeylər, balaca şeylər, yəni nəfsə rahat gələn şeylər islah olmalıdır ki, ağır şeylər islah olsun. Çünki ağır şeylərə iman lazımdır. Yəni həc rahat deyil, ümrə rahatdır. Aydındır. Məsələn, bir itin və yaxud da pişiyin və yaxud da hansısa bir heyvanın qabdan yedikdən sonra qabı yumaq rahat bir ibadətdir. Amma gərək o rahat bir ibadəti bir müsəlman həyatına tətbiq eləsin ki, və qüsl almağı və yaxud da dəstəmaz almağı kamilləşdirsin ki, artıq həccə girəndə də orada olan sıxıntı və çətinlik onu kaş eləməzdim sözünə aparmasın. Yəni onu peşman eləməsin. Və yaxud da Allah yolunda vuruşmağa çıxanda, Allah yolunda cihad etməyə çıxanda artıq o çətin ibadət onun belini bükməsin. Ona görə hər bir müsəlman kiçik olan şeylər, daimi olan ibadətlərin üzərində möhkəm və sabit qalmalıdır ki, o böyük ibadətləri bacarsın. Necə ki, Peyğəmbər sallallahu deyəndə ki, və sələflər deyəndə ki, وَذَّاكِرِينَ اللّٰهَ كَثِيرًا Allaha çox zikr edənlər, baxmayaraq ki, Allaha çox zikr etmək, dillə zikr etmək rahatdır. Gör, nə qədər çətin ibadətlər var, amma Allah Taala bu, sələflər bu ibadəti daima Allah Taalanı zikr etməyi niyə görə əzəmətli sayarlar? Niyə görə əzəmətli görərlər? Onlar nə cihad demədilər, nə Allah yolunda xərcləmək, hansı ki, nəfsə ağır gələn, nə həcc. Aydındır. Nəfsə ağır gələn şeylərdən ən rahatıdır. Nəfsə ağır gələn şeylərin yükü hara və Allah'a çox zikr etmək hara. Və bu onu göstərir ki, qardaşlar, bir insan kiçik şeylərin üzərində sabitdirsə və möhkəmdirsə, artıq bu onun dəlildir və bu onu göstərir ki, o böyük şeylərdə sabit olmaq necə deyərlər, şansı var və müvəffəq ola bilər ona. Ən uzun Allah bilir və subhanəkəllahum bihamdik, əşhədu ən la ilahə illə əntə, əstəğfiruka Allahumma və etûbu ileyk.